Murad bəy, Abbas Arakçının Əl-Cəzirəyə müsahibəsi zamanı toxunduğu kifayət qədər incə detallar var. Həm Müçtəba Xameneinin sağ olmasına dair, həm Laricaninin hakimiyyətdən getməsi, yəni öldürülməsi daha dəqiq desək, İran daxilində heç nəyə dəyişməyəcəyi fikri ilə bağlı. Həm də biz Amerika Birləşmiş Ştatlarının ərazilərini, eləcə də bazalarını, yəni Amerika Birləşmiş Ştatlarının müxtəlif yerlərdə yerləşən obyektlərini nəzərdə tutur. Hədəfə alacağıq şəklində açıqlamalarını. Hazırda biz elə Abbas Arakçının fikirlərinə diqqət yetirəndə İranın hansı durumda olduğunu görürük və yaxud da müharibənin hansı nöqtədə olduğunu deyə bilirik? Arakçının çıxışları bir mənalı olaraq daxili auditoriya üçün nəzərdə tutulub və rejimi qoruyan qüvvələrin hardasa dəstək vermək üçün bu fikirlər söylənilir. Əgər onun çıxışını biz diqqətlə araşdırsaq, görərik ki, nə qədər bu reallığı əks etdirir. Məsələn, Ali Baş Komandan sağ-salamatdır, səhhətində heç bir problem yoxdur, ölkə müharibə aparır, ağır durumdadır. Bu günləri Ali Baş Komandan kimi ali dini rəhbər göz qarşısında olmalıdır. Onun heç olmasa yazılmış bəyanatları səsləndirilməlidir və s. Bunlar heç biri yoxdur. Bu onu göstərir ki, doğrudan-doğruda ciddi problemlər var. Bu bir. İkinci, Larijani ilə bağlı məsələ, o əlbəttə ki, bir mənalı olaraq təsir göstərmir sistemi, amma müəyyən təsiri var və söhbət təkcə Larijanidən getmir. Axı, biz görürük, son bir həftə 10 gün İsrail, xüsusi olaraq bu əməliyyatları İsrail tərəfi həyata keçirdi. İsrail demək olar ki, İran rejiminin əsas o repressiv qurumların rəhbərlərinə qarşı əməlli başlı bir ov açıb. Və Larijani ilə bərabər Basicin rəhbəri, onun müavinləri, Laricaninin köməkçisi və s. Yəni, bu o strukturların rəhbər adamlarıdır. Onların aradan götürülməsi, onun yerinə yeni adamlara gətirilməsi, belə bir qeyri-stabil vəziyyətdə bu rejimin möhkəmliyini, təmin olunmasını təmin edirmi? Ya yox. Əlbəttə ki, yox. Bu aydın məsələdir. O ki, qaldı Amerikaya hücumla və s. Bilirsiniz, bu məsələ heç müzakirə eləməyə ehtiyac yoxdur. Murad bəy, elə biz Abbas Arakçının açıqlamasını istərdik ki, xatırladaq. Onun dediyi bəzi istiqamətlər var idi ki, eşidək, daha sonra müzakirəmizi davam etdirəcəyik. Yalnız onların rəsmi hərbi bazaları ilə kifayətlənmədik. Amerikalıların cəmləşdiyi bütün obyektlər, onlara məxsus qurğuların yerləşdiyi bütün ərazilər, hamısı hədəfə çevrildi. İran, ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar hazırlamaq niyyətindədir. Xüsusilə də düşünürəm ki, Murad bəy, bu məsələyə biz fokuslana bilərik ki, Hörmüz boğazından keçidlə bağlı yeni qaydalar hazırlayacağıq deyilir. Əvvəlcə məlumat verildi ki, hətta biz bu boğazı bağlamışıq. Ötən gün buna dair xəbər də təqdim olundu ki, bu boğaz bağlanıb. İndi qeyd edilir ki, Abbas Arakçı, biz artıq yeni qaydalar müəyyənləşdirəcəyik. Yeni qaydalar hansı səpkidə müəyyənləşdirilə bilər? Bilirsiniz, bu günləri İranın dövlət orqanlarının rəhbərlərinin təhlükəsizliyini, əgər ən ali rəhbərlərin təhlükəsizliyini təmin edə bilmirlərsə, bu günləri İranın hərbi hava qüvvələri, dəniz donanması tamamilə məhv olunubsa, raket proqramı haradasa 90%-dən yuxarı, dron proqramı 95%-dən yuxarı, onun hərbi sənayesi demək olar ki, böyük əksəriyyəti məhv olunubsa, bu məsələlərin müzakirəsindən söhbət getməlidir. Və ha vaxtsa gələcəkdə Ormuzla bağlı fikirli söyləmək bilirsiniz, biraz qeyri-ciddidir. Bu günləri İranın qarşısında tamam başqa bir problemlə durub. Müharibə bitəndən sonra isə İranın Ormuzda təsir etmə imkanları olmayacaq. Ona görə ki, biz görürük, son bir həftə ərzində ABŞ və İsrail, xüsusi olaraq ABŞ, Ormuzla bağlı çox ciddi əməliyyatlar keçirdir. Yəni, dəniz qüvvələrinə məxsus olan, demək olar ki, böyük tutumlu gəmilər hamısı sıradan çıxarılıb. Kiçik tutumlular da artıq böyük əksəriyyəti, 100-ə yaxında artıq sıradan çıxarılıb. Yəni, onu minalamaq imkanlarını məhdudlaşdırıb, bu bir. Sərhəd boyu, deməli, orada yerləşən raket potensialına zərbələr endirir. Bundan əvvəl də siz də qeyd etdiniz ki, sahildə olan raket bazalarına zərbələr endirilib. Yəni, bu imkanlar da əllərindən alınacaq. Düşünmürəm ki, müharibədən sonra İran ümumiyyətlə Ormuzda olan vəziyyəti təsir eləmək imkanına
nail ola bilsin. Bir də qrafik təsviri istəyərdim ki, ekrana gətirək və monitor vasitəsilə sizin də şərhlərinizi almaq istəyirəm. Biz elə Hörmüz boğazından danışırıq, ancaq Hörmüz boğazı ilə yanaşı qlobal neft ticarətində, yəni dəniz yolu ilə deyək ki, hansı istiqamətlərdə neft ticarəti aparılır. Bununla bağlı bir bizim qrafik təsvirimiz var. Burada elə Hörmüz boğazının payının nə qədər çox olduğunu görə bilirik. Bəli, 26% göstərir sizdə, amma ümumiyyətlə deyilənə görə hardasa 20% neftlə bağlıdır, 20% də maye qazla. Yəni, Enerji İnformasiya Administrasiyasına istinad edirik, Amerika Birləşmiş Müxtəlif rəqəmlər deyirlər. Amma burada bir neçə məsələni nəzərə almaq lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləridir, Kuveytdir, Katardır, onlar əlbəttə ki, ancaq və ancaq Hormuz vasitəsilə neft ixrac edə bilirlər. Amma Saudiya Ərəbistanı götürsək, Saudiya Ərəbistanın başqa bir imkanı da var. Onların xüsusi kəmərləri var, hansı ki, qırmızı dənizə çıxa bilir. Yəni, artıq Saudiya Ərəbistanı bilirsiniz ki, neft bazarında çox böyük gücə malikdir. Onların əlində olan kəmər, əgər mən səhv eləməmsə, 2 milyon barel nefti ixrac edə bilir. Bu baxımdan, yəni 26% də aşağı düşür. Düşünmürəm ki, bugünkü dünya bazarında bu 26% çox ciddi, məsəl ki, bu günə söhbət $100 gedir də qiymətlər. Onun daha da bundan sonra artmasına imkan versin. Ona görə ki, bu günləri dünya bazarında həddindən artıq çoxlu neft mövcuddur. Amma əsas neft istifadə eləyən iqtisadiyyətlər, bunlar Hindistandır, Çindir, Avropa Birliyidir. Onların o iqtisadiyyətin inkişafını biz görmürük. Davamlı olaraq neftin qiymətini yüksək saxlayan əsas tələbatdır. Bax, o tələbat bu günləri yoxdur. Bəli, müxtəlif risklərlə bağlı müəyyən qiymətlər qalxıb, 180-dan 100-ə qalxıb. Amma bu uzun müddətli ola bilməz. Ona görə ki, həddindən artıq çox bazarda neft var və Amerika Birləşmiş Ştatları prezidenti də bunu deyib ki, bu yaxınlarda görəcəyiz ki, neftin qiymətinin aşağı düşməsini. Murad bəy, bir də Azərbaycan-İran əlaqələrindən düşünürəm ki, danışmağa dəyər. Xüsusilə də ilk humanitar yardımın çatdırılmasından sonra artıq ikinci dəfə Azərbaycan bu addımı atdı və İranın Azərbaycandakı səfiri də bu səbəbdən təşəkkürünü ifadə edib. Aydındır ki, Azərbaycanla İran arasında müəyyən problemlər mövcuddur və ən azından Azərbaycan bu problemlərə rəğmən humanitar dəstəyini ifadə edir və biz elə səfirin də bu açıqlamaları fonunda düşünürəm ki, Azərbaycana təşəkkür etməsi fonunda düşünürəm ki, bu məsələni danışa bilərik. İran tərəfi Azərbaycanla bağlı bu məsələdə gerçəkdən nə düşünür? Bilirsiniz, İran Azərbaycana qarşı olan münasibətlərini proqnozlaşdırmaq çox çətin məsələdir. Ona görə ki, biz keçmişə baxsaq uzun dövr ərzində biz görmüşük ki, İran tərəfi bu münasibətləri nə qonşuluq prinsipini nəzərə alaraq həyata keçirirdi. Hətta İranın özünün maraqlarından irəli gələrək də bu münasibətləri qurmurdu. Oradakı xalq bizə yaxın xalqdır. Biz hər bir İranda yaşayan insanlar hansılar ki, bu müharibənin əziyyətini çəkirlər, onun yanında olmağa hazırıq. Və bu baxımdan Azərbaycan tərəfinin bu addımları əlbəttə ki, qiymətləndirilməlidir və dəstəklənməlidir. Murad bəy, bu Azərbaycanın geri çəkilməsi kimi qəbul edilməz ki? Yəni, Azərbaycan əlbəttə ki, bu yardımı hakimiyyəti etmir, xalqı edir, İran xalqına dəstəyini ifadə edir. Ancaq həm də təşəkkür səfirdən gəlir deyə bu baxımdan deyirəm. Yəni, Naxçıvana atılan bu dronlar məsələsi örtbasdır edilməz ki, bu proseslərdən sonra? Bilirsiniz, Naxçıvana atılan dronlarla bağlı Azərbaycan hökumətinin də biz qəti reaksiyasını gördük və Azərbaycan ictimaiyyətinin də reaksiyasını gördük. Bizlər özlərimiz də siyasi şərhçilər də bununla bağlı çox ciddi reaksiyalar verdik və İran tərəfi bu və digər formada üzr istədi. Bu baxımdan, yəni bu məsələni ona qatmaq düzgündür. O ki, qaldı yardımla bağlı siz düzgün qeyd elədiniz ki, biz bu yardımı hökumət eləmirik, biz bu yardımı xalqa eləyirik. Bilirsiniz, hökumətlər dəyişilir, gəldi gedərdi. Amma İranda yaşayan insanlar, Azərbaycanda yaşayan insanlar min illərlə hələ qonşu olacaqlar. Bu baxımdan Azərbaycanın bu çətin vaxtda elədiyi yardımı hesab edirəm ki, İranda yaşayan bizim
qonşularımız hər zaman qiymətləndirəcəklər. Murad bəy, yeni bir xəbər var. Daha doğrusu Abbas Araqçının Əl Cəzirə telekanalına müsahibəsi ilə bağlı detallar açıqlanır ki, onları da bölüşmək istəyirəm. İranın nüvə doktrinası həmişə sülh xarakterli olub deyə Abbas Araqçı belə bir iddiayla çıxış edib. Həmişə çalışmışıq və elə indi də çalışırıq ki, dinc nüvə enerjisindən istifadə edək deyə o əlavə edib. Araqçı yeni ali rəhbərin hələlik məsələ ilə bağlı öz fikrini açıq şəkildə bildirmədiyini də vurğulayıb. O qeyd edib ki, Müçtəba Xameneyinin nüvə doktrinası ilə bağlı siyasi və fiqhi yanaşması barədə fikir bildirmək mövqeyində deyil. Nüvə haqqında fətva onu verənin qərarından asılıdır deyir. Amma şəxsi düşüncəm budur ki, yeni ali rəhbərin nüvə ilə bağlı mövqeyi həmişəki siyasətimizdən çox da fərqli olmayacaq. Gözləməli və görməliyik ki, onun bu barədə fikri nədir deyir. Ancaq nüvə doktrinasının dəyişməyəcəyi qənaətindədir Abbas Araqçı. Bu nüvə doktrinasına bağlı bir günləri İranın nüvə potensialına elə zərbələr endirilib ki, bu yaxın 10 ildə bunu bərpa eləmək çox çətin olacaq. Bunun üçün maliyyə ehtiyacı var, bunun üçün mütəxəssislərə ehtiyac var. İran büyündən sonra bu imkanları yaxın 10 ildə əldə eləyə bilməyəcək. Bu bir. İkincisi, daim olaraq bu sözü işlədirlər. İran nüvə proqramı ancaq və ancaq mülki xarakter daşıyır və s. bilirsiniz, əgər İran doğrudan da bu məqsədi daşısaydı, bu nüvə uranın zənginləşdirməsini 5%-dən 6%-dən yuxarı qaldırmazdı. Bu günləri özləri də etiraf eləyiblər ki, onlarda 440 kiloqrama yaxın 60%-ə yaxın zənginləşmiş uran var. 60%-ə zənginləşmək nə deməkdir? Yəni onu bir daha da zənginləşdirəndən sonra onu 90-a çatdıracaqlar və ondan artıq nüvə silahı əldə edə biləcəklər. Yəni nüvə silahı əldə eləmək istəməyən dövlət 60%-ə onu zənginləşdirməyəcək. Bu çox ağır və böyük bir vəsait daşıyan bir prosesdir. Bu bir. İkincisi, İranın mülki nüvə proqramı ehtiyac yoxdur. İranın həddindən artıq böyük qaz ehtiyatları var, neft ehtiyatları var. Yəni bu qədər vəsaiti bu proqrama xərcləmək və bunun nəticəsində dünya ilə üzgöz olub, sanksiyalarla üzləşib İranın müharibəyə gətirib çıxartmaq bu əlbəttə ki, absurddur. Bu onu göstərir ki, İranın yeganə məqsədi olub ki, nüvə silahını əldə eləsin ki, rejimi qorusun. Yəni kim dinc məqsədlər üçün ölkəsini bu vəziyyətə qoyar deyirsiniz? Tamamilə doğrudur. Nüvə silahı əldə etmək istəyir ki, daha da gücünə güc qatsın əslində İran. Bir xəbər də var ki, İsrailin Səhiyyə Nazirliyi bu məlumatı yayımlayıb. İsraildə son sutkada İranın raket və dron hücumları nəticəsində xəsarət alan 192 nəfər xəstəxanaya yerləşdirilib. İsrail bu İranla müharibə başlayandan bəri ümumilikdə 3727 nəfərin xəstəxanaya yerləşdirildiyi, onların böyük hissəsinin müalicə olunaraq buraxıldığını deyir. Müharibə şiddətlənir. Çünki Əli Laricaninin öldürülməsindən sonra bu yöndə çağırışlar da verilirdi ki, İran daha sərt addımlar atacaq. İsrail vətəndaşı da bunu artıq hiss eləməyə başlayır. Elə fevralın 28-dən etibarən əslində hiss eləyirlər. Müharibə başlananda da bu proqnoz verilirdi. İsraildə bu proseslər necə reaksiya doğuracaq? Deyək ki, müharibə yekunlaşandan sonra və yaxud da indi daha uzanacağı təqdirdə. İsraildəki yaşayan insanlar çox yaxşı başa düşürlər ki, bu müharibənin məqsədi nədir? Ona görə ki, İranla bağlı mövqeyə İsraildə hər bir insan üçün aydındır. İran açıq aydın İsraili həmişə hədələyib və İsraili məhv olunması ilə bağlı dəfələrlə rəsmi çağırışlar da edib. Bu baxımdan İsrail əhalisi başa düşür ki, bu müharibənin fəsadları ancaq və ancaq onu göstərir ki, onlar məcburdurlar buna hesablaşmağa. Ona görə ki, İranın nüvə proqramını onlar məhv eləməsələr, bu gələcəkdə İsrail üçün bundan da çox çətin, ağır nəticələrə gətirib çıxada bilər. İsraildə çox güclü hava hücumundan müdafiə sistemləri var. Mülki müdafiə sistemləri çox müasir tipdə tikilib, hazırlanıb. Və son dövrlərdə İsrailə atılan atəşlərin intensivliyi də zəifləyib. Ona görə ki, artıq İranın o resursları da qalmayıb. Bilirsiniz ki, hər gün istər ABŞ-ın, istər İsrailin hava hücumları təyyarələri
məhz raket proqramına qarşı zərbələr endirirlər. Raket sistemlərin yerləşdiyi bazalara və s. onları məhv eləyirlər. Bu baxımdan biz ümumiyyətlə qrafika baxsaq, müharibə başlayandan bugünkü günə qədər İranın cavab atəşlərinin intensivliyi həddindən artıq zəifləyib. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi